Gələndə mənə hədiyyə eləmişdi. Bəyənlərə istifadə edirəm. Orada işlə bağlı məxfi məlumatlar var. Yəni Bloger. Blogerşa. aldım. Hamıya salam. Günün hansı saatında məni izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Mənə ilk videomda göstərdiyiniz dəstək və yazdığınız bütün xoş sözlər üçün əvvəlcə sizə təşəkkür etmək istəyirəm. Bu gün isə sizin üçün yenə də yeni bir vlog başladıram. Bu dəfəki vloqumuz iş vloqudur. Hansı ki bir iş günümü, yəni həftə içi bir iş günümü sizin üçün vloqlayıram. Bəlkə də vlog çəkmək üçün o qədər də uyğun hava değildi, amma buna baxmayaraq yenə də çəkmək istədim. Hava o qədər soyuq idi ki, güc bəla işə gələndən sonra başladım makyajımı təzələməyə, daha sonra isə biraz pəncərədən sizə nə qədər az görünsə də qarı çəkməyə çalışdım. Videoda hələ tam düşmürdü, amma olduqca çox yağırdı. Nəhayət saat 9:00 göstərdiyinə görə mən artıq işə başlaya bilərəm. Bu arada bilmirəm bizim ofisin suyundandır, yoxsa aldıqları şampundandır, amma hər nədirsə əllərim o qədər quruyur ki, mən gün ərzində dəfələrlə, hər dəfə demək olar əlimi yuyandan sonra mütləq şəkildə əllərimi nəmləndirməliyəm. Yoxsa bildiyiniz qabıq-qabıq olur, ağappaq olur. Ən güclü nəmləndiricilərdən istifadə eləsəm belə bu quruluğu heç cür aradan qaldıra bilmirəm. Deməli, mənim istifadə etdiyim əl kremi budur. Qoxusu o qədər möhtəşəmdir ki, mən Olivia'dan almışam bunu. Dəqiq qiymət yadımda deyil, amma 10 manata qədər olmalıdır. Səhvləmirəmsə, artıq ikinci dəfədir ki, mən bunu alıb istifadə edirəm. Çox bəyənirəm. Kameranı açmışam, göstərim. Mənim dodaqlarımı bu soyuqlarda tək nəmləndirəm vazelindir. Mən vazelinsiz mümkün deyil evdən çıxa bilim. Yəni mütləq şəkildə dodaqlarımı gündə 2 dəfə, 3 dəfə də olsa nəmləndirməliyəm, çünki çox quruyur qış aylarında. Bir də bəlkə kiməsə maraqlı olar, bunu da göstərim. Bu mənim mousepadimdir, yəni mouse'un altına qoyduğum atlıqdır, hansı ki rahat sürüşməsi üçün. Bunu mənə əvvəlki iş yerindəki müdürüm hədiyyə eləmişdi. Səhvləmirəmsə İtaliyadan almışdı. Qızlar, bu arada mənim hazırki iş yerimdə mən artıq 1 il yarımdır çalışıram. Olduqca gözəl bir kollektivim var. Həqiqətən də hazırki işimdən çox razıyam. Ümid edirəm elə bu tempdə də davam eləyər. Mənim işim tam olaraq mühasibatlıqla bağlıdır. Onu da deyim ki, mən özəl sektorda işləyirəm. Burada mən belə balaca 3 dənə şəkil çıxardıb qoymuşam. Bu mənim, təbii ki, bu mənim hardasa 2023-də çəkilmiş şəklimdir və burada çox fitəm, yəni ən azından özümə görə təkcə bu çəkiyə düşmək istəyirəm. Burada hardasa 62-63 kiloqramam. Burada da yoldaşımla şəklimiz belə çıxardıb qoymuşam ki, ara bir darıxanda baxım. Bir də sizə masamın olmazsa olmazı bu böyük botulu göstərmək istəyirəm. 2 litr su tutumu var, Trendyoldan almışam. Hər gəbgedə mütləq Uşaqlar məndən bəzən zarafat edir ki, burada bizdə deməli neçə litrdə sular, 18 litrlik sular var. Hər dəfə bunu dolduranda bu da 2 litrdir, böyükdür də. Deyirlər ki, da keçib onu gətir qoy yanına elə iç. Sizə bunu da göstərim. Deməli bu mənim planlayıcımdır. Hansı ki bunu mənə Kəmran hədiyyə eləyib. Orada ilk səhifələri göstərə bilməyəcəm, çünki orada işlə bağlı məxfi məlumatlar var. Yəni ola bilər ki, bu düzgün deyil. Ona görə də buranı göstərəcəm sizə. Deməli, hər ayın əvvəlində belə bir siyahı var. Bura qeyd edirsiniz. Daha sonra isə ayın, daha doğrusu həftənin günlərində belə qeydlərinizi apara bilərsiniz. Burada da ümumi cədvəl var. Ay ərzində görülə biləcək ən vacib işləri bura qeyd edə bilərsiniz. Belə. Bunu da mənə yoldaşım hədiyyə edib. Bu və bununla bir yerdə bir neçə dənə ev vloqunda mütləq şəkildə sizə digər bloknotlarımı göstərəcəm. Mən bloknotları çox sevirəm. Nahar vaxtı olan kimi ilk iş əllərimi yuyub, daha sonra isə yemək yeməyə gedirəm. Adətən saat 1 tamamda çıxırıq, amma bəzən elə olur ki, çox acandı, daha da tez çıxa bilirik nahara. Mən nahara həmişə Şəlalə adlı iş yoldaşım var, onunla bir yerdə çıxıram. Yəqin ki, vloqlarımda da onun adını tez-tez eşidəsiniz. Çünki demək olar ki, işdə bütün gün bir yerdəyik. Məncə hamı üçün işində biri daha yaxın olur. Qızlar, hava o qədər soyuqdur ki, inanırsınız. Əlimə nə keçsə ən qalan sweatshirtimi geyinib çıxdım. Düz bu sweatshirt mənə olduğundan da
Biraz topuş göstərir, amma olsun, əsl canımız da olsun. Bu arada qızlar, mən aralıqlı oruc edirəm. Yəqin ki, çoxunuz bu haqqda eşitmisiniz. Əgər kiməsə maraqlı olarsa, mütləq şəkildə bu haqqda da vloq çəkərəm sizə. Xlebsi ilə yumurta, yəni zavtraq məsələn mən saat 1-də eləyirəm. Axşam yeməyində isə protein və zülal qəbul edirəm. Hətta biraz da karbohidrat, o baxır günə. Burada isə iş yoldaşlarımla söhbət eləyə-eləyə yeməyimi yeyirəm. Onlara yeni xəbər verirəm ki, bəs mən YouTube kanal açmışam. Onlar da çox sevinir. Hamısı kanalıma abunə olur, rəy yazırlar. Həqiqətən də qadının qadına bu qədər dəstək olmağı məni o qədər sevindirir. Düzdür, deyirlər ki, qadın qadının qurdudur. Ona da inanıram. Amma bir tərəfdən də qadını dəstəkləyən də elə qadındır sözünə də inanıram. Ona görə də bu mövzuda mən 50-50-yə düşüncədəyəm. Məncə bu biraz da insanına görə dəyişir. Ümumiyyətlə mən çalışmışam ki, həmişə ətrafımda, istər işdə, istər güzel həyatımda paxıl, qəlbi qara insanlardan uzaq durum. Həqiqətən də belə insanlar bizi məhv eləyər. Başımı qaldırdım ki, televizorda Maldivlərin videosu gedir, amma o sırada pəncərədən çölə baxanda küləkli bir qar görəndə insanın içi üşüyür. Yeməyi o qədər sürətli yeyirəm ki, 10 dəqiqə yeyib bitirirəm və daha sonra çay fasiləsi verdik. İstədik ki, oturaq ofisdə, çay çək, belə çərəzlərlə. Diyetdəyəm deyə qızlar, çərəz yeyirəm, başqa bir şey yemirəm. Bir də kəsmik yeyirəm, onu indi birazdan sizə göstərəcəm videoda. Çərəzini təbii ki, bu qədər yemirəm, az bir qismini. Şəlalə də yastığını gətirib ki, yatacam, amma qoymadım. Hava elə bil ki, biraz düzəldi. Deyirəm, qaçım gedim, ətir almalıyam Zara'dan. Onu alım, tez gəlim. İndi isə Zara'dan ətir götürməyə gəlmişəm. Dünən iylənmişdim və birinin iyisini çox bəyəndim. O da bu ətirdir. Bilmirəm, heç yoxlanırsınızmı? Qalıcılığı da o qədər qəşəngdir ki, netliyim. Qalıcılığı da çox yaxşı idi. Mən abed vaxtı vurulmuşdum və axşam evə gedəndə, hətta sabah səhər işə gələndə də iyisi hələ düzərimdə qalmışdı. Onu çox bəyəndim. İndi gəldim onu götürüb. İlk dəfə Zara'dan ətir alacağam. Bir dənə qalıb elə. Bunu da mən götürürəm. Ümid edirəm ki, qalıcılığı falan ümumilikdə yaxşı olar. Adətən ətirləri ilk açında yaxşı olsa da sonradan keyfiyyət dəyişir. Ümid edirəm bu dəyişməz. Burada şamlarda indirmə düşüb. Səhvləmirəmsə Zara'nın 50-liyinə özəldir yəqin ki, çünki üzərində 50 yazılıbsa. Ümid edirəm elədir. 29 manata düşüb şamlar. 49-dur normalda. Amma ətir çeşidləri hədsiz çoxdur, hələ qutarıb. Normalda çox olur. Çeşidlər hər zövq uyğun yəqin ki var, amma burada adətən qış aylarındadır. Sadəcə bilmirəm ya yox. Amma hədsiz dərəcədə ağır qoxulardır. Və aldım. Dedik ki, indi gedək marketə hər ehtimala qarşı görək, bəlkə nəsə alarıq. Ofisə qayıtdıq, amma məni gözləyən vacib işlər vardı deyə əvvəlcə onları gördüm. Daha sonra isə istədim ki, özümə yeni bir eynək alım. Hansı ki, bu şüadan qoruyan eynəkdir. Bu arada bildiyiniz yaxşı eynək satılan yer varsa mütləq şəkildə rəylərdə mənə yazsanız sevinərəm. Formaları yoxlayıram. Bizdə 2 nəfərdə eynək var. Hər ikisi şüadan qoruyan eynəkdir. Sadəcə olaraq formaları yoxlayıram ki, hansı mənə daha çox yaraşar. Qara rəngmi yoxsa şəffafmı? Siz də hansını daha çox bəyəndinizsə mütləq rəydə yazın. Mən niyə sözümə şəffafı yaraşdırdım? Sizin fikriniz də mənə çox maraqlıdır. Ümumiyyətlə qızlar, əgər ofis işindəsinizsə, kompüterlə işləyirsinizsə, mütləq və mütləq şüadan qoruyan eynək almağınızı tövsiyə edirəm. Çünki nə qədər sizə elə gəlsə də ki, sizin gözləriniz yorulmur, amma əslində yorulur və şüa çox zərərlidir. Oturub ağıl-ağıl işimi görürdüm. Sonra Şəlalə dedi ki, davay getdik çay süzməyə. Təbii ki, mən də yox deyə bilməzdim. Çünki oturaq iş elədi ki, qızlar, ancaq nəsə yemək, içmək istəyirsən. Çünki dayanmadan oturursan və ağzın işləyir. Hadi sen de hiç oturur. Arada işləyirdim, çay fasiləsi verdim. İstədim sizə bunu göstərim. Deməli, mən həmişə Megastordan alırdım. Bu ərikli kəsmiklər olur onlardan. Megastorda olanı çox bəyənirəm düzü. Şirinliyi falan hər şey çox əladır. Çayla onu içirəm ki, daha sağlam olsun deyək və şirniyyat hissimi ümumiyyətlə bastırmaq üçün. Xurma da yaxşı seçimdir, amma
2 dənə xurma ilə doya bilmirəm. Ona görə də 2-3 qaşıq bundan yeyən kimi doyuram. Deməli, mənim əziz iş yoldaşım və parti yoldaşım deyə silim çaşıb. Yanımda oturan iş yoldaşım Şəlalə xanım. Mən dietada olanda belə mənim masam buradır, və bu masası buradır. Burada Velsni, burada həmişə şirniyyat qoyur. Başlayır xısın yeməyə. Bir də sonra da deyir ki, Suhalə, istəyirsən? Deyirəm, diyetadayam. Deyir ki, onda üzürü sayda mən yeyirəm. Yəni, bu masası belədir də, təsəvvür edin. Oralar yox, iminə gətirib mənim yanıma qoyur. Buraları boş olmalı. Bilər eləyirsən, düzündənəm. Allahdan çox şokolad sevən biri deyiləm. Əmimdən sizə belə də, yəni, heç sevmirəm. Nasıl olsun? Sağ ol. Boğazına keçir. Artıq saat 6-ya 5 dəqiqə qalır. İşim bitməyinə 5 dəqiqə qalmış. Gəlirəm ki, axşam yeməğimi yeyim. Bugünkü menyum qreçka ilə kotlet idi. Yanında da salat elədim. Bu arada mən qreçkanı heç sevmirəm və düzü əvvəllər heç yeyə bilmirdim. Amma diyetaya görə məcbur yeməliyik. Çünki faydalıdır həm də. Qatıqsız yeyə bilmirəm. Qatıqla yeyəndə nisbətən yeyə bilirəm. 10 dəqiqə yeməyimi yeyib, daha sonra gəldim ki, çantalarımı hazırlayım və çıxım. Çünki biz Kəmranla görüşəcəyik. Daha sonra marketdə baş çəkəcəyik. Oradan da evə. Bilinmədi ki. Qar yağır elə də. İndi isə marketə gəlmişik və mənə sirkə lazımdır. Mənim favori sirkəm budur, çünki təbii alma sirkəsidir. Necə istifadə elədiyimi də bir gün mütləq sizinlə danışacağam. Kəmranın da ürəyinə qavyedin düşüb. Ona görə də ona qavyedin alırıq. Əvvəlki vlogda da demişdim, Kəmranın maması inşallah bu həftə sonu bizə qonaq gələcək. Ona görə də gəldik ləzzət-çərəzə, süfrəyə maraqlı belə lokumlardan alaq. Fərqli növdə aldıq, daha sonra çıxdıq taksi ilə evə. Hava o qədər soyuq idi ki, qaça-qaça evə getmək istəyirdim, çox üşüdüm. Bir də buradakı simçikaların dadını çox bəyənirəm. Mütləq şəkildə dadına baxmamısınızsa baxın. Bu qədər izlədiyiniz üçün çox sağ olun. Gələn vloqlarda görüşmək üzrə. Hələlik.